Azərbaycan-Qazaxıstan münasibətlərinin diplomatik çərçivələri aşaraq Türk birliyi ideyasına qarşılıqlı etimada və dərin inteqrasiyaya söykənən çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində iki ölkənin liderlərinin fəal və konstruktiv dialoqu əsas rol oynayır. Azərbaycan prezidenti İlham Əliyevin və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin qarşılıqlı səfərləri, xüsusilə son 3 ildə müşahidə olunan intensivlik aktual məsələlərin operativ şəkildə həllinə, ortaq mövqelərin formalaşdırılmasına və əməkdaşlıq gündəliyinin irəli aparılmasına geniş imkanlar açır. Azərbaycan prezidentinin Qazaxıstana səfəri zamanı dövlət başçılarının bəyanatları siyasi münasibətlərin artıq dostluqdan qardaşlığa keçdiyini və bu əməkdaşlığın əsas sütununun iqtisadi ticarət əlaqələri olduğunu təsdiqlədi. Prezident Tokayevin iqtisadi ticari əməkdaşlığın inkişafı bizim üçün təxirə salınmaz və çox mühüm vəzifədir fikri. Prezident İlham Əliyevin bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini hədəfləyir bəyanatı son illərdəki ticarət artımının siyasi məntiqini formalaşdırır. Qazaxıstanda qardaş Azərbaycanın nailiyyətlərinə ürəkdən sevinirlər. Sizin dövlət səfərinizin ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin 20-ci il dönümündə keçirilməsi rəmzi xarakter daşıyır. Bu illər ərzində dövlətlərimiz ikitərəfli əməkdaşlıqda böyük uğurlar əldə ediblər. Xalqlarımızın dostluğu və qarşılıqlı dəstəyi, ən yüksək səviyyədə intensiv siyasi dialoq və hökumətlərin işi sayəsində çoxplanlı Qazaxıstan-Azərbaycan əməkdaşlığı yüksələn xəttlə inkişaf edir, yeni məzmunla zənginləşir. Bugünkü danışıqların nəticələri bunun əyani sübutudur. Azərbaycan-Qazaxıstan ticarət əlaqələri həm həcm, həm də struktur baxımından mühüm dönüş mərhələsindən keçib. Ümumilikdə 2020-2025-ci illərdə Azərbaycan-Qazaxıstan ticarət dövriyyəsi təxminən 3,8 dəfə artıb. Qarşılıqlı ticarətdə də müsbət dinamika özünü aydın şəkildə göstərir və Azərbaycanla Qazaxıstan arasında investisiya əməkdaşlığı möhkəmlənir. Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycanı sərmayəsi 136 milyon dollara çatıb. Bu göstəricilər tərəflərin uzun müddətli tərəfdaşlığa və davamlı inkişafa qarşılıqlı marağını nümayiş etdirir. Biz bütün beynəlxalq platformalarda demək olar ki, vahid mövqedən çıxış edirik. Bugünkü danışıqlar, fikir mübadiləsi və qərarlar bunu bir daha təsdiq edir. Kasım-Jomart Kemeleviç iqtisadi, ticari, qarşılıqlı fəaliyyət, nəqliyyat, logistika sahəsi, energetika sektoru, humanitar əməkdaşlıq sferası məsələlərini ətraflı işıqlandırdı. Öz tərəfimdən əlavə edərdim ki, Azərbaycanın bütün vətəndaşları, o cümlədən indi azad olunmuş Qarabağda yaşayanlar, Qarabağın dirçəlişində Prezident Tokayevin və qardaş Qazaxıstan xalqının rolunu həmişə minnətdarlıqla qeyd edirlər. Prezident Tokayevlə Füzulidə açılışını etdiyimiz Kurman qazı adına Uşaq Yaradıcılıq Mərkəzi bugün təkcə uşaqların təhsili və inkişafı ocağı deyil, həm də qardaşlığımızın və dostluğumuzun rəmzidir. Prezidentlərin birgə bəyanatları zamanı Azərbaycanın təşəbbüsü ilə Ermənistanla inkişaf etdirilən sülh gündəliyinə, bölgədəki yeni reallıqlara, kommunikasiya xətlərinin, xüsusilə Zəngəzur dəhlizinin açılmasına, eləcə də Azərbaycanın Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırmasına toxunulub. Sülhün memarı İlham Əliyev qeyd edib ki, bütün bunlar Azərbaycanla Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir. Səfər çərçivəsində diqqət çəkən önəmli məqamlardan biri də prezidentlərin iştirakı ilə Transxəzər beynəlxalq nəqliyyat marşrutu, Orta Dəhlizin inkişafı birgə layihəsinin təqdimatı oldu. Statistika göstərir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ümumi yük dövriyyəsində Qazaxıstan limanları ilə daşımaların payı illik təxminən 35% təşkil edir. 2024-cü ildə bu həcm 2,6 milyon ton, 2025-ci ilin ilk 9 ayında isə artıq 2,1 milyon ton səviyyəsində qeydə alınıb. Ümumilikdə isə son illərdə məhz Azərbaycan-Qazaxıstan nəqliyyat və enerji əməkdaşlığı sayəsində orta dəhliz üzrə yüklərin həcmi rekord templərlə, xüsusilə konteyner daşımaları təxminən 2 dəfə artıb. Bu da onu göstərir ki, orta dəhliz ölkələr arasında davamlı və səmərəli əlaqələrin təmin edilməsində əsas rol oynayır.
Bu gün orta dəhliz layihəsinin reallaşdırılması çərçivəsində əldə olunanlar, həmçinin qarşıdakı planlarla bağlı təqdimat da etdik. Bununla yanaşı öz tərəfimdən əlavə etmək istəyirəm ki, hazırda biz hər şeyi planlaşdırır və həyata keçiririk. Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlər gələn ilin ortalarında başa çatdırılacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də bütün bunlar analoji sürətlə həyata keçiriləcək və belə olan halda Zəngəzur dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər baş verə bilər. Bir sözlə, bu səfər göstərdi ki, Azərbaycan-Qazaxıstan əlaqələri təkcə iki tərəfli çərçivədə deyil, regional və qlobal miqyasda da strateji əhəmiyyətə malikdir. Artıq Azərbaycan-Qazaxıstan iki tərəfli münasibətləri regionun gələcək inkişafı üçün nümunəvi əməkdaşlıq modelinə çevrilib.